sizin qarşınıza elə bir vloqla gəlmişəm ki, vloqa baxıb deyəcəksiniz ki, box kimi. Sözün açığı videoya başlayanda üz ifadəm və enerjimdən də görə bilərsiniz ki, maraqlı olacağını düşünmürdüm. Amma video daxilində o qədər şey yaşadım ki, bu video kanalında indiyə qədər ki, ən maraqlı vloq oldu. Disin çıxıb sənin. Niyə görə vlog çəkirəm? Bu nə səmənidir? Ay boydadır ya. Çox enerjisizəm çünki orucam. Oruc kimdə? Biz ilkini. Bu aralar biraz depressiv həyat sürürəm evdə. Orada ədyala bükülürəm, uzanıram bütün günü. Otağa baxın bir dənə nə günə qoymuşam. Burada Enesin şəkilləri. Kresto buradaydı. Kresto yolun ortasında. Yolun ha. Maşın gəlir. Şkafım açılmır. Videoda çəkdim, videoda izlənmədi. İstəsəz gedib ikinci kanalından izləyə bilərsiniz. Burada mənim belə şkafım var. Şkafın içində bütün prodüksiyonum var. YouTuber olmaq istəyənlər evimə girib bu şkafdakıları oğurlayıb YouTuber ola bilərlər. Bunu götürək. Deməyi unutdum. Bu gün torpaq çərşənbəsi, torpaq çərşənbəniz mübarək. Mən də Novruz şənliyinə gedəcəm uşaqlar. Nə geyinim uşaqlar. Normalda geyim zat heç vecimə deyil ha. İndi vəbşə vecimə deyil deyə. Tək bunu geyinib getmək istəyirəm. Dəhşət arıqlamışam ha. Çəkirəm. Ronaldo röveşata satın mı? Cristiano Ronaldo o. Rekorları alt üst eden adam. Muskulum olsaydı uşaqlar tək bundan gedərdim. Tərəfət edirəm, indi də tək bundan gedərəm. Mənim özümə kompleksim yoxdur. Amma muskul çıxartmaq üçün gəlin idman eləyək. 2, 3, 4. Çıxdı uşaqlar. Sarı jaketi geyinəcəm üstdən. Bu nədir? Qızlar makyaj eləyəndə vlog çəkiləri ona oxşadı. Bu mənə prime dönəmimi xatırladır. Bəlkə bunu geyinsəm biraz ağlım başıma gələr. Eskimi senelere yan, derinlere dal, kimine paket. İlkin Feyziyev kanalının son 3 ildəki ən prodüksiyonsuz videosunu izləyirsiniz. Ən hazırlıqsız videosunu tam doğal halında da ilkin bu dəqiqə. İnşallah bəyənərsiniz. Heç nə, qısa qol bunu geyinəcəm. Bu yadınızda da harda var idi? Bizim işimizdə. Bizim işimiz, sizin işiniz. Ne bakın oğlum? Çox qəşəngdir xuda, alın bundan. Aynı qərar dəyişikliyi ilə bunu geyindim. Altına bu şalvarı geyindim. Corablarımızı da buradan götürək. Tumanım zat da görsəniz. Sizlə 7-ci ilimizdir deyə o səmimiyyəti açıq elan edirəm. Bu corabı da birisiz hardan veriblər. Bir dənə videom partlamışdı. Sonra bir dənə corab markası çağırdı. Bu corabı hədiyyə elədilər mənə. Onlar üçün də bir dənə video çəkdik. Xanım o corabı istəyir, mən qara corabı istəyirəm, xanım bəzəkli corabı istəyir. Alıb qaydandan sonra dəyişdiririk corablarımızı. Yəni əslində mən bəzəkli corabı istəyirdim. Corab niyə ayağımda belə qalıb? Sahuru da yaxşı eləməmişəm deyə heç halım yoxdur. Sahur 05:24-də idi, mən 05:22-də yuxudan durdum. 2 dəqiqəyə bir dilim çörək, bir stəkan çay, bir stəkan su, bir dənə xurma yedim. Belə corabın şeyinin içində stiker də var. Harama vurmuş ağlar. Qarnıma istəyirəm. Əbədi burada yaşasın məndən. Artıq mən stikerli biri içinəm. Ətrimizi vurduq, corablarımızı geyindirdik, stikerimizi yapışdırdıq, artıq evdən çıxa bilər. Bu səməni bu belə kəmiyə oxşuyur bu. Bir girəcək indi limana zat. Corabın üstündə belə patilər də var. Ayaqqabılarım çox qəşəng deyil uşaqlar. Çox qəşəng deyil mənim ayaqqabılarım. Amma son bir işimiz qaldı. Anam həmişə uşaqlıqda mənə deyirdi ki, evdən çıxmamış tualetə gir. İndi uşaqlar sizlə 7-ci ilimizdir. Bayaq o 1-2 dənə adını çəkmək istəmədiyim şeyi görə bilərsiniz. Ay amma bu qədər də yox. Bunu da 15-ci ildə zətdə görərsiniz. Dostlar, çox üzr istəyirəm. Gördüyümdə də belə tripod var. Gedək dostlar, bu uzatdım. Ayaqqabılarımızı geyinək, çıxaq. Vloguma baxın inşallah şirin də. Bunda sevgilim olur. Siz də bu hərəkət edirsiniz hər evdən çıxanda, yoxlayırsınız ki, açıqdır ya yox. Və mənim itim var. Nesinin totisi. Burada da dostlar isti nəsə var deyə. Ay qorxmayın, sizə vurmuram. Divarı göstərirdim. Sizə vuraram iti o yolu. Gəlib orada yatırlar. Niyə ki? Bu çox dost canlısı etdi. Hamı ilə oynayır uşaqlar. Evə oğru girsə oğru ilə də oynayacaq. Axır vaxtlarda fikir verirəm ki, çəkdiyim videolarda özüm ola bilmirəm. Necə elə bil ki, ancaq izlənmək istəyirəm. O biri youtuberlərdən üstün olmaq istəyirəm. O biri youtuber kimləri. Ən səmimi olacağam bundan sonra. Prodüksiyonlu videolarda izləyəcəksiniz. Sadəcə Enes Batur triplərini
sənə girmirəm. Səmimi olduğum videolarda olacaq. Çünki Enes Batur'un videosuna baxdım. Arkadaşsız kalmam. Her şey o kadar üst üste geldi ki en son benim beyin kırıldı. Delirdim. Sadəcə öyrəndim ki, belə davam edərsəm, həqiqətən mentalım çökə bilər. Onsuz çökdüyünü də hiss edirəm. Bu gün bayramdır, şən olacağıq. Rəsul mənə torpaq çərşənbəsi şənliyinə dəvət elədi və mən də dedim ki, gələcəm. Rəsulu tanıyırsınız. Məscid videosunda var idi. Mənlə bir yerdə gecə məscidə girmişdi o Rəsul. Gör nə tapdıq. İnsan İndi burada bundan 14 Cəsədi. dənə var. Yığmağa çalışaq hamısını. Ya yığıb aparmayacağıq, ya tapaq görək. sayaq, axtarmağa çalışmalıyıq. Tripodum da burada. Burada da belə oyuncaq var. Avtobus oradadır. Çatacağımı ümid edirəm. Ayda biri də buradan keçir. Ayda ona çataram. Qatdı uşaq var, ona çatacağıq. Bu değilmiş mənim avtobusum. Qarışdırdım. Get abi, get. Gedir, mənim avtobusum bu deyil çünki. Avtobusa doğru addımlayırıq. Darıxmışam belə videolar çəkmək üçün. Özüm olmaq üçün darıxmışam. Avtobus oradadır. Yəni Bakıda 10 aktivitəni bir videoda eləyəcəm. Bakıda ən bahalı şeyləri eləyəcəm. Ucuz dönər yeyəcəm, bahalı dönər yeyəcəm. Kebab yeyəcəm. Bir müddət sonra fikir verdim ki, mən öz beynimi yemişəm. Qaqavuz yenə avtobus bağlatdırdı sizin. Otururam belə şəxsi avtomobilim kimi. Bu mənim də uşaqlar əslində. Gözləyirəm şəxsi şoferim gəlsin məni götürsün. Arxada da yolla gedəndə yolda qalan insanları görəndə götürüb belə bu oturacaqlar da tutulur. Yazıqlar deyən tək getməsinlər. 198 min abunəm olanda həyatım belə olacağını düşünmüşdüm. Gözləyirəm şəxsi şoferim ay burada kamera var imiş. Mən bir müştəriyəm. Gediş haqqı 50 qəpik, bəli, Suraxanda hələ də avtobuslar 50 qəpik idi. Allahu Ekber, Allahu Ekber. Namaz qılmağa məscidə gəlmişəm. Siz namaz gündə neçə dəfə qılırsınız? Mən 5 dəfə qılıram. Çox insan 3 dəfə qılır və mənə deyir qılmağımı deyir. İndi zöhrdən çox adam günorta namazı deyir ona. Məğrib, yəni axşam namazının arasındakı əsri qılıram. Arada gəlirəm belə saatlarla otururam burada. Çünki dərin bir axtarış içindəyəm. Bəli dostlar, namazı qıldım, çıxdım. O dediyim Novruz tədbirinə var. İftar eləməyə daim gilə gedirəm. Bu o deməkdir ki, siz şükrü də görəcəksiniz. Şükür üçün də darıxmısınız yəqin ki, o da sizi çox istəyir. Gələk biraz şükürlə də takılalım. İftarı da həm açım. Söz var deyir, həyat hər şeyin bitdiyi yerdə başlayır. Bu dəqiqə o həyatın başlamağını gözləyirəm. Çünki hər şeyin bitib. Məşğulluğum bitib kimi sayıram özümü. Hype'ım bitib kimi. Bütün pulumu çəkilişlərə, işlərə, güclərə qoydum. Pulum bitdi kimi hiss edirəm. Bəlkə də bitməyib. Kiminə görə var, mənə görə yoxdur. Bütün əlaqələrim falan, kimlə əlaqəm var idi, bitib. Dostluqlarım bitib kimi hiss edirəm. Amma əslində bitməyib. Bilirsiniz, bəlkə də bu aralar həyatımda heç kimi istəmirəm. Ona görə belə olmuşam. Son 1-2 aydır bu belədir. Deyirdim havalar istilənsin, düzələcəm. Havalar istiləndə amma insan içində qopan fırtına dinmir. O fraqmanda mən demişdim. Həyat bir anın içində dayanır. Amma insanın içində qopan fırtına heç vaxt səngimir. Bu arada məzar videosuna hələ də soruşanlarınız var. İkinci kanalda onunla bağlı açıqlama verdim. Açıqlama videosunda ağlayıram. O dərəcə dərin bir axtarışdayam bu aralar mən. Sizin qabağınızda ağlamaq istəməzdim, amma arada həyat elə gətirə bilir. Nəysə, məzar videosunu oktyabrın 15-i paylaşacaqdım, qaldı falan. Martın 1-i paylaşacaqdım, o da alınmadı, cartcur. Yorulmuşam. Məzar videosu hal-hazırda kanalda hazır vəziyyətdə durub 24 dəqiqə. Ansız bir vaxtda gecə saat 3-də beynim sönsə o videonu paylaşa bilərəm. Sadəcə elə istəyirəm ki, o deyil, vaxt o deyil. Zaman o deyil, hər şeyin zamanı gələndə eləyəcəm. Əvvəl belə videolar çəkəndə, vloqlar çəkəndə çöldə insanlar mənə baxanda utanmırdım və yenə də utanmıram, heç də dəyişməyib. Nə bilim, mən də çox pikəm. Çatdıq dostlar. Nəsə danışırdım, yadımdan çıxdı. Nəsə siz vloqa like atın, kanala abunə olun. Dostlar, indi babamgil də mən telefon bundan sonra işlətmirəm ki. Telefondan uzaq həyata keçmişəm, depressiv. Qapandım özümə. Yoxsa mən özümü qapanıb oturanda heç kim ona fikir vermirdi. Ciddiyəm ay mama. İnanmırlar, mən depressiyadayım. Mən depressiyadayım bro. Sabah dərsə gəlsin. Deyirəm depressiyadayım, deyir sabah dərsə gəlsin. Dostlar, burada belə şəkillər var. Salam şükür. Aşkım, video çəkməyə gəldim səndən. Niyə? Torpaq çərşənbəsidir ona görə. Mən biraz yavaş burada ciddi vlog çəkirəm. Gözlə bir dənə də. Yox, bir dənə gözlə, bir dənə də. Düşün çıxıb sənin. Mənim səsim batıb. Vlog çəkirik şükür. Vlog. Vlog nədir? Torpaq çərşənbəsi vlogu. İndi üçün gəlmə. Öldürməyə aparırsan məni. Həyat çəkmirəm, aha. Mən oturum ora. Hə. Oturdum aşkım. Uşaqlar, üçün gəldim məşqdən videosu. Nə üçün robotlarım var ha? Orucumu açıram şükür. Nə deyirlər oruca səndə? Bismillah. Bismillah. Salam uşaqlar. İlkin bir günə alıcını açdı. İlkin. Nə istəyirsən denə. İlkin gəl ye. Yeyirəm Alıcını ben. açırsan. Xiyardan Ver xiyar ver ağzıma. gələ. Like atıp abone olma. Sağ ananız babanız
Nə deyir ha bu? İftarımızı açdıq və gəldik bura. Dəhşət adam var, 100% ki məni tanıyanlar olacaq. Yəni sizdən də nə qədər adam olacaq burada böyük ehtimal. Yaxın tutub danışıram, keçəcəksiniz məni. Birinci dəfədir görürəm. Novruzda bir paket. Amma mənim ayağımın altına al. Oo. Getdiniz YouTube-a. Qardaşım əlimi belə saxlamışam bayaqdan. Biri girir, biri çıxır. Oynayın. Mən hamısı oynayıyorum. YouTuber olmağın ən gözəl tərəflərindən biri hər hansı bir məkana tək getsən belə orada səni insanların tanımağıdır. Burada da məni tək qoymadınız, gəlib məndən şəkillər çəkdirdiniz, çoxlu söhbət elədik və bu mənim üçün çox əyləncəli oldu. YouTuber olmağın ən çətin tərəfi odur ki, belə gələndə uşaqlar belə yerlərə rahat yana bilmirsiniz. Necə məzəvamlı olur? Ne oluyor bu tongalı da? Qaynadım Allah. Özüm şey kimisiyim, yoxlamışa gəlmişəm burada tongalı yoxlayıram. Bu arada kameraman da daim oldu da. Sabitdir. Şükür evdə qoyduk gəldik. O sizə retro maşında nəsə gəlir. At biraz əsəbi də elə bil. Kanala abunə olun. Zahid mənə deyir ki, sənin videolar niyə belədir? Bundan sonraki videoda 10 saat torpağın altında qalmışam. İndiki videoda Novruz şənliyidir. Bunu Zahid dedi də, sən dedin. Mahnılardan telif yeməsəm yaxşıdır. Amma yeyəcəm kimi hiss edirəm. Amma orucam. Eləməliydim. Kosa gəlir, Kosa evimizi görməyə gəlir. Abunə olun. Mən sənə ad gününə gəlmişdim hə. Görürsün sonra mənə deyirlər ki, sən izləyicilərlə görüşmürsən. Deyir pulla gəl, pulla gəlmişəm mən. Yox, getdim yemək yedim gəldim və çox dadlıydı. Sizdə yediyin pizza çox dadlıydı. Baba Cansu reklamı vur. Sevirəm səni. Ronaldo deyənlər vursun bura. Hoppa, siz nə Messi? Ya biz Ronaldinho. Ronaldinho, vur. Sən? Vur. Mən bu videonun əvvəlində bir də röveşata vurmuşam, izləyərsiniz onu. Dostlar, tonqal yanıb amma çox YouTube'a qoymayacağım ki, çünki YouTube elə Azərbaycan adət-ənənələrini bilmir. O vaxt mən 10.000 kibritlə kebab bişirdim, videosu çəkmişdim. O videoya YouTube icazə verməmişdi, kanalıma ziyan gəlmişdi. Çoxluda da dinc dayanmırdım ha, görürsünüz necə videolar çəkirmişəm. Əvvəldən qanımda bu oldu. Səni qardaşım, nə var? Mən sanmışam, bayaqdan sən nə qədər adamdan şəkil çəkmişəm. 100 nəfər nəsə şəkil çəkmişəm. Allah'ım. Bizim səninlə burada çəkdiyimiz o video çox partlayış edir. Hamı danışır o video. O videonu izləməmişsə mütləq izləyin. İlkin kanalı çox maraqlıdır. Dostlar, Rəsul bu tədbirin əsas təşkilatçılarından biri olduğuna görə biraz işləri var idi, amma birazdan onunla söhbət eləyəcəyik. Mən dostlar burada Teymuru tapdım. Teymur hər yerdən çıxırsan maşallah. Allah, biz neçə vaxtı görüşmürük. Hay sən Reyim. Gəl. Teymur, mən də məşhuramda görürsən. Dala çəkilin. Həm də nəzarət edirəm, Teymur görürsən. Rəsul sağır. Rəsul o biz Abadlığın özünə gəlmişik. Abadlıqdan gəlmişsin. Gəl çəkəyirəm. Nədir də? Qəbra. Bundan da çək. Hamı ilə çəkin, gəl. Gəlin, gəl. Qaqa çəkin yoxdur Azərbaycan dilində. Teymur, kömək elə. Gəl ürəyim çəkək, gəl. Gəl. Fayzan, gəl sən də gəl. Allah sabır versin. Allah razı olsun. Gəl. Allah sabır versin. Hadi geç qabala bax. Hay Allah. Allah razı olsun Reyim. Can, gəl. Keçək, qalxaq yuxarı, ən qəşəng yer orada. Gedə çəkərəm. Gedə əlbəttə, gedə çəkir. Rəsulla hər görüşəndə mən belə yerlərə sal. Dostlar, ən təpəyə çıxırıq indi. Dostlar. İzdiham heç vaxt Əmirzanda olmamışdı. Oradan da biz tədbiri fikirləşəndə hər vaxt xeyir olsun, bayramımız mübarək olsun. Biz də oradan da tədbiri Əmirzanda belə izdihamlı fikirləşdik. Çox adam var. Gəl sizə belə göstərim. Dəhşət, yəni bir dənə adam sayına baxın. Rəsul, sənə halaldır. Təşkilatçılardan biri sənsən elə. Demək olar ki, Nizatla mən hər şeyi gətirmişəm. Nə bilim, elanların hazırlanmasından, anonsların çəkilməsi, müğənnilərin dəvəti, retro maşınların dəvəti. Mən təşəkkür edirəm. Bu bayram günündə hamı sevindi. Onlara bak gələ. Teymur da oradadır. Teymur gəlir. Uşaqlara bak. Dostlar, sizi çox istəyirəm uşaqlar, sizi çox istəyirəm. Ya bu tədbirdə bu dəqiqə ilkin səs eşidilir ha.
Görürsən. Valla bu sevgini qazanmaq lazımdır. Ha. Mən də sənin kimi sevinirəm, qürur hissi keçirirəm. Mən sənin yerimə qürurlanıram deyəsən, sən də mənim yerimə. Belə bir şey təşkil etmək hər adam eləyə bilməyəcək bir şey dəqiqətən. O, rəsm buralar mənə çox tanış gəlir, doğma gəlir. O videoya, oy da elə bir ki, sən bura bir sən nə edit düzəldəcəm? Sənin keçmiş halın, indiki halın gəlirsən. Üzümə işıq tutdu, oyun düşə bilmirəm. 2024-də çəkmişdik biz o videonu. Dostlar sağ olsun rəssamlarını içəri dəvət elədi. Sən rəqs eləyəcəksən burada. Hadi. Qurarsan. Nasıl? Müğənni qardaşımız da çıxış eləyəcək. Təbrik edirəm hər birinizi ilə axır sərşənbənizi. İkizlər də uğurlar arzu. Allah razı olsun. Mən də sizə uğurlar arzu edirəm. İnşallah sizi qulaq asarıq, dinləyərik, salarıq bu gün. İnşallah.